Xoş gəldiniz əziz müəllimlər və abituriyentlər. Sizlərlə mən Kurikum və Tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə İlk Respublikanın yaradanları, yəni Roma haqqında danışacağım. Gəl ilk öncə başlayaq Roma. Roma harda yerləşir? Roma təbii ki, Avropanın cənubunda yerləşir. Harda yerləşir? Avropanın cənubunda Apenin yarımadasında yerləşir. Həmin bu Roma. Roma Apenin yarımadasında yerləşir və şimaldan Alp dağlarla əhatə olunmuşdur. Hansı dağlarla? Alp dağlarla əhatə olunmuşdur və Yunanlar buranı necə adlanır? Buzovlar ölkəsi adlandırılır. Cənubunda isə ən böyük adası olan hansı ada yerləşir? Cənubunda Siciliya adası yerləşir. Bunu yadımızda saxlayırıq. Roma Respublikası, Respublika deməyə hələ ilk öncə Roma yaranıb eramızdan əvvəl 753-cü ildə, bu da Roma il hesabının, yəni təqviminin başlanğıcı hesab olunur. Romanı yaradacaq iki qardaş, hələ ki iki qardaş yaratmır. Bunlar şəhər salmaq qərarına gəlirlər, Romulla Rem. Ancaq şəhəri harda salacaqları barədə aralarında belə deyim münaqişə gedir və Romu Remi öldürür. 753-cü ildə Roma şəhərinin əsasını qoyur və bu dövrdə 3 dövrə bölünür Roma dövrü. Hansı dövrlərdir? Birinci padşahlıq dövrü, ikinci respublika dövrü, üçüncü imperiya dövrü. Padşahlıq 509-a kimi əhatə edir, yəni 753-dən 509-dan 27-yə kimi eramızdan əvvəldə təbii ki bunlar. 27-yə kimi respublika dövrü, eramızdan əvvəl 27-ci ildə müasir İranın 395-ci ilinə kimi isə olan dövrü isə imperiya dövrü əhatə edir. Əsasən həmin bu Romanın mərkəzində yaşayan tayfalar var idi. Həmin mərkəzində yaşayan tayfalar hesab olunurdu Latın tayfalardı. Elə Romulla Rem də Latın tayfasından idi. Ən inkişaf etmiş tayfası isə Etrusklar hesab olunurdu. Həmin bu Romada. Qədim Romanın məsələn 2-ci əsrdə olan ərazilərini göstəribdir burada. Hansı əraziləri əhatə edir? Və Atlantik okeanından təbii ki hara kimi Nil çayına qədər Britaniyada olan əraziləri əhatə edir. Baxın bu hissədə. Gəlin baxaq ilk öncə Romaya. Roma təbii ki həmin bu əfsanələr haqqında qeyd olunubdur. Roma forumu. Forum nə deməkdir uşaqlar? Forum mərkəzi meydan deməkdir. Bunu da yadımızda saxladıq. Və Patrisi plebey. Kimdir bu Patrisi, kimdir bu plebey? Əsasən birinci padşahlıq dövrünü başlayırıq. Padşahlıq dövrünü başladı 753-cü ildən 509-a kimi olan dövrə əhatə eləyir. Burada iki hökmdar, belə deyim də, iki hökmdar deməyək. Bir padşah var idi, hökmdar hesab olunurdu. Bir də Ağsaqqallar Şurası var idi. Həmin bu Ağsaqqallar Şurası da nə idi? Yəni yerli əhali hesab olunurdu. Daha sonra isə belə deyək, patrisi plebeyləri başlayacaq, ən qədim sakinləri patrisilər hesab olunacaq. Bunlar adlı sanlı adamlardır. Belə deyək, əsas işləri nədir? Torpaq sahələri var. İri torpaq sahibkarları da dövlətin idarəçiliyində iştirak edirlər. Qədim sakinləri hesab olunur. Kimlər? Patrislər hesab olunur. Yəni ən qədim əhalisi hesab olunur. Və Ağsaqqallar Şurası olur özləri arasında seçilir Ağsaqqallar Şurasından və yaxud da senat deyə bilərik. Senatın üzvləri isə senator adlanır. Yenə də kimlərdən seçildi? Patrislərdən seçildi. Və bir nəfəri ömürlük seçildi padşah. Daha sonra isə plebeylər var idi. Kim idi bu plebeylər? Yerdən gələn, yəni başqa yerlərdən gələn əhali hesab olunurdu, yəni yerli sakinlər deyildilər həmin bu plebeylər. Plebeylərə torpaq payı verilmirdi. Bax, bunu mütləq yadımızda saxlayırıq. Nədir? Plebeylərə torpaq payı verilmirdi. Məhsulun, belə deyim, əldə etdiyi məhsulun bir hissəsini isə kimlənsə, məsələn, patrisdən torpaq sahəsi götürürdü. Bir hissəsini kimlərə verirdi? Təbii ki, torpaq sahibinə verirdilər. Daha sonra isə, bax, məsələn, burada şəkildə görsənilibdir. Nələr? Roma senatının danışırıq, Ağsaqqallar Şurası. Başlayaq nədən? Başlayaq 509-cu ildə üsyan olur. Üsyan nəticəsində padşahı devrillər və bu dövrdən hansı dövr? Respublika dövrü başlayacaq. Neçənci ildən? 509-dan Respublika dövrü başlayır. Əsasən bundan sonra Romanı idarə etmək üçün xalq yığıncağı, bu hissəyə diqqət edin. Ümumən Romanın ən çətin hissəsi bura hesab olunur. Xalq yığıncağı hər il, yəni bir ildən bir seçilir. Hər il patrislərin içindən, deməli kimin içərisindən seçəcək konsulu? Patrislərin içərisindən 2 dənə konsul seçir. Neçə dənə? 2 dənə. Kim? Xalq yığıncağı. Kimlər? Xalq yığıncağı. Və həmin o konsullar müharibə vaxtı isə qoşun başçısı olurlar. Nə vardılar? Qoşun başçısı olurlar. Bunu yadımızda saxladıq.
Senat çox geniş səlahiyyətlərə malikdir və yaxud da Ağsaqqallar Şurası deyirik. Və əmin-amanlıq dövründə konsullar bütün məsələləri onunla məsləhətləşməlidir. Çünki kimlər seçibdir bunları? Təbii xalq yığıncağı seçməyinə baxmaq, ağsaqqallardır. Dövlətin başında Ağsaqqallar Şurası durur. Ona görə onlar da məsləhətləşir. Senat xəzinə işlərinə baxır. Müharibə sülh məsələlərini həll edirdi. Başda duran, ümumən başda duran kimdir? Senat. Onu yadımıza saxladıq. Və onun hazırladığı qərarları səs vermək üçün xalq yığıncağına. Xalq yığıncağı da təbii ki onlara səs verirdi. Artıq Roma dövləti müəyyən müddətə seçilmiş adamlar hesab edirdilər və Senat daxili, xarici, maliyyə, xəzinə, müharibə sülh məsələlərini idarə edirdi. Bu dövrü Respublika dövrü adlandırdıq. Respublika dövrü adlandırdığımıza görə də Respublika nə deməkdir? Xalqın hakimiyyəti, yəni xalqın işi adlandırılır. Daha sonra keçək nəyə? Və sonra da həmin bunlar plebeylər hüquqsuz qaldılar. Hüquq patrislərdədir, plebeylər hüquqsuz qalacaqdır. Və onlar başlayacaq müharibə etməyə. Onlar arasında, patris plebey arasında müharibə gedir. Niyə? Çünki əsasən plebey hüquqsuz qalır, amma orduda iştirak edən plebeydir. Təbii ki, bunlar özlərini hüquq tələb edəcəklər. Və bunlar arasında 200 ildən artıq çox getdi müharibə. Və müharibə eramızdan əvvəl 509-265-ə kimi olan dövrə əhatə edilir. Yəni 200 ildən artıq olan dövrdür. Və bu dövr ərzində, bunu yadımızda saxlayıq, il yoxdur kitabda. Eramızdan əvvəl 490-cı ildə xalq tribunu seçmə hüququ əldə elədilər. Kimlər? Plebeylər. Xalq tribunu seçdilər və tribun konsulun və senatın, konsuldan senat başda olanlardır. Konsuldan senatın plebeylərə aid qərarlar çıxardırdı da təbii ki. Həmin qərarlara veto qoya bilərdi. Veto nə deməkdir? Qadağan deməkdir. Bunu yadımızda saxlayırıq. Və tribunu öldürmək Romada ən ağır cinayət hesab olunurdu. Bunu yadımızda saxladıq. Və bunlar arasında müharibə başlayanda 3-cü əsrin əvvəlində bütün Roma vətəndaşları qanun qarşısında bərabər oldu. Nədir? 3-cü əsrin əvvəlində Roma vətəndaşları, bütün Roma vətəndaşları qanun qarşısında bərabər oldu. Və 3-cü əsrin ortasında, yəni 265-ci ildə müharibə başa çatır. Və bu müharibədə Romanın, belə deyim, plebeylər Romanın tam hüquqlu vətəndaşı hesab olundular. Bunu əsas yadımızda saxladıq. Hər bir Roma vətəndaşı artıq vəzifəyə seçilə bilərdi. Ancaq bir şey yadımızda saxlayırıq. Burada Yunanistandan fərqli idi. Yunanistanda maaş verilirdi, burada maaş verilmirdi. Əlbəttə ki, maaş verilməyən yerdə kim işləyəcəkdi? Ona yerdə elə çox, belə deyim də, lazım deyildi bunlar üçün. Əmək haqqı verilmədiyinə görə. Roma niyə demokratik respublika adlanmır? Bax, bunu yadımızda saxlayaq. Təbii ki, Yunanistana biz demokratik respublika dedik də, düzdürmü? Amma Romaya daha doğrusu biz demirik. Niyə? Çünki bir neçə varlı və plebey, patrisi plebey əlində cəmləşdiyinə görə artıq demokratik respublika deyə bilmərik dövlətə. Ona görə də biz Zadəgan Respublikası adlanır həmin bu Roma. Romanın siyasəti, parçalıq və hökmdarlığı. Əsasən Roma ordusunda kəndlilərdən təşkil olunurdu təbii ki. Nə idi? 4500 nəfərə çatan ordu quruluşu var idi. Burada legion adlanırdı. Legionun əsas gücü nə idi? Ağır silahlı piyadalar və bunlar sərt nizam, intisam qaydası qoymuşlar həmin bu Romalılar. İtaliyada ondan çox tayfa var idi və bunlar arasında gedən çəkişmələrdə gəldilər, senatın tabi etdiyi tayfalar bir-birlə savaşdırdı və bunlar arasında çaxnaşmalar yaradırdılar. Həmin çaxnaşmalara görə birini digərinə qırdırırdılar, belə deyək. Həmin çaxnaşmalara görə Romanın siyasəti var. Parçala və hökmranlıq. Bu siyasət daha sonra bir neçə dövlətdə də keçəcək həmin siyasəti. Məsələn, keçəcək. İtaliyanın işğalını başa çatdırdılar. İtaliyanın işğalını kitabda ili yoxdur. Qeyd edirsiniz, eramızdan əvvəl 272-ci ildə artıq bütün İtaliyanın işğalını başa çatdırdılar və Roma Siciliya adasını tutmaq üçün və Aralıq dənizində Karfagenlə Roma arasında müharibə baş verir. Hakimiyyət uğrunda təbii ki. Bunlar Pun müharibələri adlandırırlar. Çünki Karfagenləri Pun müharibəsi adlandırırdı. Burada bir şey də yadınızda saxlayın. Məsələn, burada Pir qələbəsi var. Nədir bu Pir qələbəsi? Həmin bu Pir qələbəsi deyilən bir anlayış var. Məsələn, qədim bir hökmdar olubdu. Yunanlara köməyə gedibdi. Bir neçə döyüşdə köməyə gedibdi. Həmin bu döyüşdə ordusu var idi. Böyük ordusu var idi. 2-3 dəfə gedib, sonra qayıdıb deyir ki, mən bir də belə döyüş, amma qələbə qazanıb da, bir neçə belə döyüş keçirsəm, belə deyim də, ordum qalmayacaq. Ona görə də məğlubiyyətə bərabər qələbə hesab olunur.
və bu dövrdə əsasən yadımızda saxlayacağıq 12 lövhə qanunları. 12 lövhə qanunları eramızdan əvvəl 5-ci əsrin ortalarındadır. Romanın hüquq sisteminə əsasən bu qanunlar müəyyən edir və bu qanunlar sonra bir çox respublikalarda da istifadə olunur. Məsələn, Azərbaycan Respublikasında da hətta bəzi yerlərə oxşardır. Məsələn, əksi sübuta yetirilməyənə qədər belə deyim, günahkar günahsız hesab olunur və hakim qarşısında özlərini müdafiə etmək üçün vəkil belə deyim, müdafiə etməyə icazə verirdilər. Hakimlər qərardan əvvəl sübutları əsaslandırmalıdır. Mütləq sübut olmalıdır ki, onları əsaslandıra bilsinlər və Roma belə deyim, Karfagen arasında eramızdan əvvəl 264-146-cı ildə müharibə başladı. Neçənci illər? 264-146. Hansı adı üstündə? Təbii ki, Siciliya adı üstündə. Əsas səbəbi nə idi? Aralıq dənizində hakimiyyət uğrunda mübarizə idi və bunlar arasında mübarizə başlayır. Artıq gəlir Roma müharibənin gedişində Siciliya, Sardiniya, Korska adalarını işğal edir. Kimlər? Romalılar. Neçənci illərdə? Müharibə gedişində və bu müharibələri Pun müharibələri adlandırırlar. Daha sonra isə Karfagen şəhərlərini 146-cı ildə tutub dağıdırlar. Bundan sonra artıq Roma Aralıq dənizinin qərb sahillərini öz hakimiyyəti altına birləşdirir. Karfagen də Afrikanın şimalında yerləşir. Bunu yadımızda saxlayaq. Şərqə tərəf irəliləyirlər və şərqə tərəf irəliləyəndə gəlirlər oradan Suriyanı tuturlar. Elə bir xəritə olaraq buranı təsəvvür edin. Gəldilər burada Karfagen, sonra buradan şərqə gedəndə Suriya padşahlığını məğlub edirlər. Kiçik Asiyadakı torpaqları ələ keçirirlər. Suriyada Kiçik Asiyada yerləşir. Bu qələbə Balkan yarımadasında işğalını Romalılara yol açır. Belə bir buradan başlayacağıq, Balkana girəcəyik və Makedoniya falanqası ilə döyüşdə Roma regionları qalib gəldi. Başladılar haran tutmağa, Makedoniyanı tutdular və eramızdan əvvəl 146-cı ildə Roma Yunanistanı özünə tabe edir və 2-ci əsrdə Roma Aralıq dənizində ən qüdrətli dövlətə çevrilir. Roma eramızdan əvvəl 2-ci əsrdə Aralıq dənizində ən qüdrətli dövlət olur. Afini isə eramızdan əvvəl 5-ci əsrdə oxşar cəhət sala bilər və işğal olunmuş əraziləri canişinlər idarə edirlər. Bəzi Azərbaycan dövlətlərindən oxşar cəhət götürə bilərsiniz. Məsələn, canişinlik sistemini qalib gəlmiş sərkərdəni Senat triumfla tərtib edir. Nədir triumf? Qalib gələn sərkərdə öz qoşunun başında təntənəli şəkildə Roma şəhərinə daxil olması idi. Və bir də burada, məsələn, şəkildə qeyd olunubda maraqlı bir məlumatdır. Roma quruluşu, məsələn, Roma döyüşçülərinin tisbağa düzülüşü də var idi. Məsələn, testdə ola bilər ki, düşər. Və bundan sonra müharibələr nəticəsində qullar əldə edirdilər. Təbii ki, bir borcu olanlar, bir də müharibələr, ən çox müharibələrdən əldə edirdilər. İşğalçılıq müharibələrindən. Daha sonra gətirirlər onları və kəndli də, daha çox kəndlini də bilinin qula çevirirdilər. Üzərinə ağır vergilər qoyurdular. Artıq kəndlilər öz pulunu qaytara bilmirdilər. Ona görə də bunlar da qula çevirirdilər. Daha sonra isə bunları qul bazarında satırdılar. Demək olar ki, Romada ən böyük qul bazarı hesab olunur Delos adası. Kitabda yoxdur, qeyd eləyərsiniz. Daha sonra hər yerindən, belə deyim, qullar gətirirlər həmin bazara və Romada əmək alətlərini yadımıza saxlayaq. Nəyi? Əmək alətlərini dilsiz, kəlləri, yəni öküzləri böyürən, qullar isə danışan alətləri və ya da danışan əmək alətləri adlandırırlar. Bunu yadımızda saxlayırıq. Əsasən qullar çevik və belə deyim, güclü olurdular. Bəzi məktəblərdə, xüsusi həbsxanalarda yetişən qullar var idi və onları da gladiator deyirdilər onlara. Eramızdan əvvəl gladiator döyüşləri 3-cü əsrdə keçirilməyə başladı. Həmin bu həbsxanada güclü qulları bir-birindən vuruşmağa vadar edirdilər. Sağ çıxanı isə azad edirdilər. Həmin bu sirkə oxşar amfiteatrda, yəni böyük tamaşa yeri deməkdir. Onu yadımıza saxlayın. Həmin bu amfiteatrda qumla örtülmüş arenada vuruşurdular. Həmin bu gladiatorçular. Belə deyim, arenadakı tamaşaçılardan da çox şey asılı idi. Çünki qulu bir digərini məğlub eləyəndə baş barmağı yuxarı qalxarsa, əgər o sağ qalırdı, aşağı enersə isə həmin qul öldürülməli idi. Bunu mütləq yadımıza saxlayın, maraqlı məlumatlardan biri hesab olunur. Daha sonra Qayqıraq, Tiberqıraq islahatlarına keçəcəyik. Əlbəttə ki, qullar. Qullar gəldilər, belə deyim, torpaq sahəsində bir qarın yeməyə işləyirlər. Təbii ki, kəndli nə ağaracaq? Ucuz qiymətə kəndli işləyəsi deyil ki, o qədər də. Ona görə də kəndlər arasında narazılığa səbəb olunur və orada da xidmət etməkdən çəkinirlər. Bu, xalq arasından seçilmiş xalq tribunu var idi ki, həmin bu 1-ci Tiberqıraq eramızdan əvvəl 133-cü ildə islahat keçirmək qərarına gəlir. Həmin bu islahatda nə deyir? 133-cü ildə Tiberqıraq yeni torpaq
qanunu təklif edir. Əlbəttə düzdür. Birinci buna narazı olsalar da daha sonra isə məcburiyyətdən razı olurlar. 250 hektardan artıq belə deyim torpaq istifadə edə bilməzdilər varlı Romalılar təbii ki. Torpağın artığı yoxsul kəndlilərə paylanmalı idi və kəndlilər də bu torpaq sahələrinə satmaq qadağan olundu. Çünki kəndli kasıblayanda əlbəttə ki, torpaq sahəsini satacaqdır. Təzədən yenə də varlıların əlində keçəcək. Hazır bu qanunu ləğv edir, qadağa eləyir ki, kəndli də torpaq sahəsini satdığına hazır o məhsulu becərsin həmin torpaqda. Və senatın etirazına baxmayaraq bu qanun yenidən qüvvəyə minir. Ancaq bunu bu illərin məsələn imtahana düşmüşdü, abituriyentlərin imtahanına padşah olmaq istəyi ilə bunu düşmənləri öldürdülər. Harda? Tibir çayında. Daha sonra Qayqıraq. Qayqıraq kimdir? Qayqıraq eramızdan əvvəl 123-cü ildə gəlir. Xalq tribunu kimi seçilir. Bunun islahatlarını, yəni Tibir qırağının islahatlarını davam elətdirir. Ancaq bunun ondan digər bir fərqi məsələn yoxsullara taxıl anbarlarını paylayır. Məsələn, taxıl anbarlarına taxıl paylayır. Bunu əlavə olaraq yadımızda saxlayırıq. Qayqıraq bu da senatın xoşuna gəlmir. Yenə də həmin bu Qayqırağı öldürürlər və bu islahatlar yarımçıq qalır deyəkdir. Yəni ləğv olunur həmin bu öləndən sonra və verdiyi qanunlar isə qüvvədən düşmüş hesab olunur və kəndlilər artıq belə deyim var yoxdan çıxmış hesab olurlar. Daha sonra gəldik burada Spartak üsyanı. Eramızdan əvvəl 74-71-ci illərdə qul eləyibdi həmin bu üsyanı. Qulların başçısı Spartak belə deyim üsyana cəhd eləyir. Çünki ağıllı ofislərə baxanda digərlər qullara baxanda ağıllı və cəsarətli idi. Əsasən bu Spartak köməyə İtaliyanın hər bir yerindən gəlirdilər və daha çox Spartak onları Roma ordusu qaydasında sərt nizam belə deyim həmin qayda qanun qoymuşdu. Daha sonra isə iki konsulluğun başçılığı ilə həmin Spartakın üzərinə ordu göndərirlər. Həmin bu Spartak ikisini də ayrı-ayrılıqda belə deyim məhv eləyir qoşununu, birləşməyə qoymur. Daha sonra isə senat təzədən bir də qoşun göndərir Krasın başçılığı ilə. Həmin o Kras idi, Karla döyüşündə 53-cü ildə ölən. Daha sonra Krasın başçılığı ilə qoşun göndərir və qoşuna daha sonra kim köməyə gələcək? Pompey köməyə gələcək. Və bunlar belə deyim Siziliya bunu alladır. Spartakı alladır. Niyə alladır? Belə deyim də dəniz quldurları adar. Siziliya keçmək istəyir, ancaq dəniz quldurları bunu alladır Spartakı. Adasına keçməyə qoymurlar. Daha sonra isə həmin qoşunu məğlub eləyirlər və gəlirlər Spartakla qabaq-qabağa döyüşə. Döyüşdə bu Kras təşrif eləyir ki, təslim ol belə elə. Ancaq Spartak qayıdır nə deyir acından öldürməkdənsə qılınc zərbəsindən ölməyi mən üstün tuturam. Bunu yadımızda saxlayaq və eramızdan əvvəl 71-ci ildə sonuncu döyüşdə Spartak həlak olur. Krasla Pompey qoşununu darmadağın eləyir. Kapiyadan Romaya gedən yol boyunca 6000 belə deyim, qulu da çarmıxa çəkirlər. Burada belə bir məlumat da var idi. Məsələn, Spartakın dəstəsi Vezuvi dağında məskən salmışdı. Harada idi? Vezuvi dağında. 3000 Roma döyüşçüsü oranı mühasirəyə alıb qayadan yeganə cığırı tutdu və qunlular üzüm tənəklərinə nərdivan hörüb. Gecə ikən ildırım qayadan aşağı indilər və Romalılar burada keşikçi qoymamışlar. Üsyançılar qəflətən Romalılar üzünü atırıb, darmadağın etdilər. Yəni Spartak güclü bir belə deyim üsyançı olubdu, ancaq necə deyək, taliyə belə gətiribdi. Daha sonra nə deyək? Gedək Sezara. Püşk atılmışdır. Spartak üsyanı yatırıldı. Getdi, Krasla Pompey Romada hakimiyyət uğrunda mübarizə apardılar. Həmin bu mübarizəyə də Sezar da qoşuldu. Sezar əvvəlcə konsul seçdilər. Daha sonra isə vəzifə arxasıca göndərdilər hara? Qalliyaya. Getdi 10 il Qalliyada, belə deyim, Qalliyanı bütövlüklə özünə tabe elədi. Daha sonra isə Pompey ilə Kras öz aralarında mübarizə gedirdi. Yuli Sezar da həmin mübarizəyə qoşulduğundan, belə deyim, əvvəlcə Yuli Sezar aradan götürmək istədilər. Dedilər ki, qoşunu qoy, gəl səndən söhbət eləyək. Yuli Sezar da qoşunla gəldi və burada Tibir çayını keçdi. Həmin bu Tibir çayının sərhəddini keçmək, belə deyim, müharibə elan etmək hesab olunurdu və senat qoşunlarının komandalığı ilə, belə deyim, bunlar qiyam qaldırdılar. Daha sonra xeyli qənimət götürdü və püşk atmış deyərək
həmin bu Romaya gəldi çıxdı. Romaya gəlib çıxanda Pompey, senat Pompey'ə belə deyim, ordu tapşırdı ki, get bunun qabağını kəs. Ancaq Pompey'in belə deyim, səriştəsizliyi deyək də və buna nail ola bilmədi. Artıq Yuli Sezar onu məğlub elədi 49-cu ildə artıq. Buna da biz vətəndaş müharibəsi deyirik. Çünki öz vətənləri arasında baş vermiş müharibə hesab olunurdu. Daha sonra isə Romanın vətəndaş müharibəsi 49-30-cu illəri əhatə eləyir. Və ona görə də Yuli Sezar bütün respublikanı, buna nə oldu? Aha, bütün Roma Respublikasının öz hakimiyyətini qurmaq üçün Avropada, Asiyada, Afrikada müharibələr apardı. Harada? Avropa, Afrika, Asiyada. Bax, məsələn, testimizə gəlib düşə bilər. Qalib gəldikdən sonra təzədən Romaya qayıtdı və özünü ömürlük diktator, yəni senat bunu ömürlük diktator elan edir və ona hökmdar kimi xüsusi göstəriş qoyulurdu. Niyə? Başqa hökmdarlardan fərqləndirən cəhəti var uşaqlar. Sizlərdən ən çox soruşduğum budur. Onun heykəlləri, tanrıların heykəlləri ilə yanaşı qoyulur və metal pulların üzərində isə şəkli həkk olunurdu. Sezar tək başına hakimiyyətdən narazı olan senatorlar 44-cü ildə ona bir çıxışında o dostu tərəfindən, Brut tərəfindən 23 xəncər zərbəsi ilə həmin Sezarı öldürürlər. Sezar getdi. Sezarın daimi hakimiyyəti başa çatdı. Ancaq belə deyim, respublika quruluşunu qoruyub saxlayırdı, ancaq monarxiya sistemi qurmaq istəyirdi. Elə buna görə də buna narazı olan qüvvələr bunu qətlə yetirdilər. Və bunun daha sonra Roma artıq irsən monarxiya yoluna qədəm qoymaqda idi. Bundan sonra başlayacağıq kimlər arasında mübarizəyə, belə deyim, həmin bu Antoni ilə Oktavian. Antoni ilə Oktavian birləşir, birinci respublikaçılara qarşı vuruşurlar və respublikaçıları məğlub edirlər. Respublikaçıları məğlub edəndən sonra bunlar arasında belə deyim, bölüşdürmə gedir. Həmin şərq hissəsini verir. Məsələn, hansı hissələrdir? Qərbi verir Oktaviana, şərq hissəsi Antoniya. Elə Antoni gedir orada Misirdə Kleopatra ilə də hətta evlənir. Daha sonra oranın hakim olur. Özünü İskəndəriyyədə yaşayır hətta. Ancaq bunlar arasında qərb hissəsi keçir Oktaviana. Yəni qərbi Avropa, Şimali Afrika, daha sonra isə İspaniya olar ərazilər hamısı keçir kimə? Oktaviana. Bunlar arasında təzədən yenidən müharibə başlayır və müharibə nəticəsində eramızdan əvvəl 31-ci ildə dəniz döyüşdə deyilir. Aksiburnu yaxınlığında döyüşdü. Həmin bu Oktavian Antonini məğlub edir. Hətta 30-cu ildə İskəndəriyyəni tutur Misir Romanın əyalətinə çevrilir. Bununla da vətəndaş müharibəsi başa çatır. Bunu əsas yadda saxladıq. Nə başa çatdı? Vətəndaş müharibəsi başa çatdı. 27-ci ildə Roma dövlətində ümumən Oktavian Romanın tək hakimi olur. Həmin bu 30-dan sonra. Senat ona Avqust fəxri adını verir və 27-ci ildə nə olacaq? Roma dövləti imperiya adlanmağa başlayacaq. Konsul və tribunlar Oktavian əmrlərini sözsüz yerinə yetirməlidirlər. Onun, belə deyim də, təyin etdiyi adamlar senatorlar ola bilərdi. Kim təyin edə bilərdi? Həmin bu Oktavian. Ölümündən sonra da həmin bu qayda sistemi ümumən saxlanıldı. Daha sonra Roma imperator ya da hakimiyyəti varisliklə belə deyim, qoşunun köməklə ələ keçirilmiş şəxslər Roma Respublikasının vəzifələri olsa da əslində monarxiya sistemi qurulmuşdu. İmperiyanın qurulması hökmranlığın daha da belə deyim, möhkəmləndiyini göstərirdi. Daha sonra sonuncu qüdrətli imperatordan bəhs edəcək. Dərsimiz çoxdur, biraz ola bilər, yorumluqçuluq olar. Daha sonra başlayaq biz kimdən? Mark Trayan, imperator Trayan deyirik. 115-117-ci illərdə, 98-117-də hakimiyyətdə olub. 115-117-də əslən yürüşləri başlayıbdı. İlk öncə qələbəni harada qazanıbdı? Dunay çayı sahillərində qazanıbdı və Mesopotamiya, Kiçik Asiya, bunları yadımızda saxlayırsınız, testə düşür. Kilikiya, Ərəbistanın böyük bir hissəsini əhatə eləyir. Həmin bu tutduğu ərazilər Ktesifonu, belə Parfiyanın paytaxtı olan Ktesifonu belə gedir tutur, ancaq üsyanlar nəticəsində geri qayıdır. Və onu geri qayıtmağa məcbur edir və son işğalçı müharibələr elə Trayanla da başa çatır. Həmin qədim Romanın 2-ci əsrdə ərazisini göstərir sizə. 1-ci, 2-ci əsrə rahat edir. Hardan? Bax, bu hissələr hamısı qədim Romanın ərazisi olub. Yəni, tutduğu ərazilər olub. Yəni, əsas bunu yadımıza saxlayır. Çünki testdə də daha çox düşə bilər. Quldarlıq təsərrüfatının
tənəzzülünə gəldik. Artıq dövlətçiliklə demək olar ki, qurtardıq. Romalılar elmi biliklərin inkişafı nəticəsində su dəyirmanları. Nə yaradacaqlar eramızın ilk əsrlərindən su dəyirmanı, hətta Azərbaycanla Albaniya ilə oxşayacaq götürə bilərsiniz. Məsələn, su dəyirmanları tikməyi öyrənmiş cavanlı, çotan və öküzlə hərəkətə gətirilən biçin aləti. Nə? Cavanlı, çotan, su dəyirmanı, öküzlə hərəkətə gətirilən biçin alətini bunlar ixtira eləyirlər. Qiymətli, belə deyim də, əmək alətlərini, belə deyim, həmin bunlar kimlərə vermirdilər? Qullara vermirdilər. Çünki sabah gün beyni öldü, sahibini öldürdü. Ona görə də bunlara vermirdilər və artıq, belə deyim, kənd təsərrüfatında bu getdikcə ləngidirdi. Artıq qullara biraz üstünlük verməyə başladılar, bunları biraz azad buraxmağa başladılar və qulların əməkinə olan marağını artırmaq üçün nə verəcəklər? Onlara kiçik torpaq sahəsi, əmək alətləri verəcəklər. Bunu yadımızda saxlayırıq. Və əmək alətləri verdilər. Həmin qullar isə daxma tikə, ailə qura bilərdi. Belələrinə daxmalı qullar. Adından olduğu kimi quldur. Deməli, nə vardılar? Kiçik əkin sahələri verdilər. Daha sonra onlara daxma tikə, ailə qura bilərdilər. Həmin qulları necə adlandırdıq? Daxmalı qullar. Deməli, qullar ikiyə bölünür. Kolonlar və daxmalı qullar. Daxmalı qullar dediyimiz kimi. Məhsulun bir hissəsini isə həmin qullar sahibinə verməli idi. Qalan hissəsi isə qulun özünə qalırdı. 2-ci əsrdə qulun öldürülməsinin qadağan elədi Adrian. Hətta Adrianın, belə deyim, Azərbaycanla da əlaqəsi olub, Albaniya dövləti ilə. Bunu yadımıza saxladıq. Öz torpaqları kiçik sahələrə bölərək azad kəndlərə icazə verirdilər həmin bu varlılar. Belə icarədarlara isə kolonlar, yəni əkinçilər deyirlər. Bunu yadımıza saxlayırıq. Daha sonra isə torpaq sahəsinə, belə deyək, daha sonra məhsulun öz hissəsi, bir hissəsini isə özünə götürürdü. Qullara nisbətən kolonlar həmin bu daxmalı qullara nisbətən biraz daha yaxşı yaşayırdı. Və Romanın xarici görünüşüdür, bunu da yadımızda saxlayırıq. Artıq İmperator Konstantin. İmperator Konstantin Romada olmağı o qədər də sevmirdi. Ona görə də paytaxtın yeni bir şəhərə köçürmək qərarına gəlir. 330-cu ildə paytaxtara köçəcək. Yunan şəhəri olan Vizantiya, Bizansa köçürdü və yeni paytaxtı isə bu Konstantinopol adlandırdı. Eramızdan əvvəl 313-cü ildə Romada yadımızda saxlayaq, dövlət dini Hristiyan dini oldu. Bunu da yadımızda saxlayırıq. Nəinki imperiyanı idarə etmək o qədər də asan deyildi. Mərkəzi hakimiyyətdə çəkmələr hökm sürürdü. Və artıq barbarlar kimlərə deyirik? Əznəbi, anlaşılmaz dildə danışanlara deyirlər. Romalılar və Yunanlar başa düşmədikləri adamları barbarlar adlandırdı. Bunu da yadımızda saxlayırıq. Artıq 395-ci ildə həmin bu imperiya iki yerə parçalanır. Deməli, qədim Roma imperiyasını biz Roma imperiyası olaraq iki yerə parçaladıq. Hansılarda bir şərq hissə, bir qərb hissə adlandıracağıq. Şərqi Roma. Şərqi Roma, Bizans, mərkəzi Konstantinopol şəhəri, paytaxtı Roma, qərbi Roma, yəni paytaxtı Roma şəhəri, bu da qərbi Roma adlanır. Daha sonra qərbi Romanın hakimiyyəti altına düşənlər, yəni o üst tərəfli olanlar, qərbi Romanı elə bir iki hissəyə ayrılır. Qərbi Roma, şərqi Roma. Qərbi Romaya İtaliya, Avropa, Afrikanın qərb sahilləri düşəcək. Şərqi Romaya isə təbii ki, şərqdəkilər, yəni Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları düşür. Daha sonra isə biz nəyə gəldik burada? Gəldik imperiyanın bölüşdürülməsinə. Artıq şərqdən Avropaya gələn Hunlar var idi. Həmin bu Hunların sıxışdırması nəticəsində German tayfaları idi. Gəldilər bu Romanın ərazisinə soxuldular. Həmin daha sonra bundan əvvəl isə Hun tayfaları da təbii ki, yürüş eləmişdi. 451-ci ildə Katalon döyüşü oldu. Attila gəlmişdi. 452-ci ildə həmin bu Attila Roma papasını diz çöktürüb, hətta ona belə deyim hakimiyyətini qəbul etdirmişdi. Ona görə də Attila həmin bu ordusunu geri çəkmişdi oradan. Daha sonra 455-ci ildə Vandallar hücum eləmişlər. Afrikanı darmadağın elə Vandal sözünün mənası indiki vəhşilik törədən, mədəniyyət abidəsini dağıdan kimi nəzərdə tutulur. Daha sonra isə qədim Romada imperatorlar İtaliyada ağalı etmək üçün Germanların əlində oyuncağa, belə deyim, çevrilmişdi. Buna görə də həmin bu 476-cı ildə axırıncı German hökmdarı, belə deyək, tayfa başçısı Odakır gəldi, qədim Roma imperiyasını süquta uğradacaqdı və bununla da qədim dünyanın sonu gələcək və artıq nəyə gələcək? Orta əsrlərə. Ona görə də axırıncı Roma imperatoru da Romul Avqust hesab olunur. Bunu da yanımızda saxlaya bilərik və kitablarda yoxdur. Roma imperiyası süqut eləyir.
Keçdik bundan sonra artıq nəyə? Ay Allah, rövfəni qırmışdıq. Memarlığa. Memarlıq nədir? Roma şəhəri təbii ki, bax görürsünüz necə də gözəldir. Roma artıq şəhərin mərkəzi hesab olunan forumlar fəaliyyət göstərdi. Nələr? Forumlar. Və onun ətrafında abidələr ucadır, əzəmətli kolizeylər tikirdilər. Həmin qladiator döyüşləri də, belə deyim, orada həmin o kolizeylərdə keçirilirdi. Daha sonra isə bütün tanrıların məbədi Panteon. Romada Panteon, Afinada Parfenon. Orada Afina, F hərfindən yadda saxlayın, Parfenon olaraq. Trayanın şərəfinə isə 40 metrlik heykəl ucaldılmışdı həmin Trayanın şərəfinə. Daha sonra isə biz nə deyə bilərik burada? İmperatorun hərbi uğurları, hətta zirvəsində isə Trayanın heykəli də qoyulmuşdu. Zəfər tağı. Əgər qalib gələn sərkərdə zəfər tağının altından keçməli idi, bunu da yadımızda saxlayırıq. Romanı əbədi qızıl şəhər və yaxud da eləcə şəhər adlandırırıq. Bunu da yadımızda saxlayırıq. Termlər. Termlər nədir? İsti və soyuq hovuzlar, yəni isti hamamlar hesab olunur. Term. Daha sonra nə yadımızda saxlayırıq? Kitabxanalar var idi, istirahət zalları var idi. Romalılar Yunan və Şərq mədəniyyətində, yəni memarlıq üsullarından da geniş istifadə edirlər. Romalılar nə yaradıcısı hesab olunur? Betonun yaradıcısı hesab olunacaqdır. Daha sonra Roma heykəltaraşı öz Yunan müəlliflərini ötüb keçmişdi. Hətta Roma heykəlləri, bax bu cümləni mütləq yadımıza saxlayın, tez-tez testlərə düşür. Roma heykəlləri insanın həm xarici görünüşünü dəqiq təsvir edir, həm də onun xarakterini. Yəni belə deyək də, Romada heykəllər bütöv şəkildə, yəni bədəni bütöv şəkildə götürürlər. Amma Yunanistanda heykəlləri baxarsınız, məsələn, yarı hissə götürülür. Bax bu əsas fərqlərdən biridir. Yunanlarla oxşar və fərqli cəhət kimi düşə bilər. Daha sonra Yuli Sezar. Yuli Sezarın tapşırıqlı İskəndəriyyədə astronomlar təqvim dövlü yaratmışlar. 753-cü ildən Roma təqvimi hesab olunur. Yazı sistemində yaratdığı Latin əlifbasından indi də çoxlu xalqlar da həmin istifadə edir. Hətta Azərbaycan belə Latin əlifbasından istifadə edir. Daha sonra isə Latin dili, İtalyan, Rumun və bəzi başqa dillərdə isə əsas istifadə olunurdu. Həmin dildə isə elmdə bitkilərə və heyvanlara Latin dilində adlar verilmiş. Xəstəliklərin və dərmanların adları çəkilmişdi. Dininə gələk biz ilk öncə bunun. Dininə çoxtanrı dinə mənsubdular bunlar. Baş tanrısı Yupiter adlanır. Yunanistanda Zevs adlanır. Və artıq eramızın elə ilk əsrindən götürək. Eramızın ilk əsrindən, yəni 2025 il bundan qabaq İsa Peyğəmbər anadan olur. Daha sonra o xristiyan dinini yaymağa başlayır. Yəni 1-ci əsrdən xristiyan dinini yaymağa başlayır. Amma bəzi Romalılar buna qarşı gəlirlər. Ona görə də onu çarmıxa çəkirlər. Həmin bundan sonra, bunun ölümündən sonra belə deyim, çünki Romalılar tək Allahlı idi, ancaq çox Allahlı idi. Xristiyan dini yaradırlar. Həmin o xristiyanlar tək Allahlıqdır. Yəni Tanrı sitayişdir. İsa'nın adından, yəni Allahın elçisi adından Fələstində yaranmışdı. Eramızın ilk əsrində bunu yadımızda saxlayırıq. Daha sonra isə özlərinin dini olaraq xristiyanlığı seçdilər. 313-cü ildə isə dövlət dini hesab olunmağa başladı. Kitabı isə hansı olacaq? İncil. Xristiyan icmalarını birləşdirən isə yepiskoplar, yəni nəzarətçilər tərəfindən idarə olunan xristiyanlar təşkilatı da yarandı. Kilsədə birləşirdilər. Kilsənin başında isə kim dururdu? Papa dururdu. Bunu yadımızda saxladıq. Daha sonra Yunanlar, bax bu cümləni yadımızda saxlayın. Yunanlar Romalıların mədəniyyətini antik mədəniyyət adlandırır. Yəni Yunanlarla Romanın mədəniyyətini necə adlandıracağıq? Biz antik mədəniyyət adlandıracağıq. Antik mədəniyyət Avropaların bir çox yerlərinə belə təsir göstərmişdi. Bu Roma haqqında qısa məlumatımızdır. Təbii ki, ola bilər yorucu dərs olsun, ola bilər çox olsun, dəqiqəsi çox olsun. Yenə də həmişəki kimi qəşəngcə kitabı qoyuruq qabağımıza, bir-bir şərətləyə oxuyuruq, yadımıza saxlayırıq. O qədər belə çətin bir dərs deyil. Bundan sonraki dərslərin izahı üçün YouTube kanalımıza abunə olmağınızı xahiş edirik. Çox sağ olun, minnətdaram.